Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Dimtest 2025 ikinci hissə doymuş bir əsaslı karbon turşularında 141-ci sualdan davam eləyəcək. Qeyd edim ki, buraya qədər olan izahlar bizim YouTube kanalımızda yer almışdır. Video başlamışdan əvvəl kanala abunə olub, videoları bəyənməyi, rəylərinizi də rəy bölümündə yazmağı unutmursunuz, dəyərli şagirdlər. Yallah. Formaldehid veribdir bizə uşaq. Formaldehid deməli bilirsiniz ki, HCOH-dır. Biraz da yığcam yazsaq CH2O. 2 hidrogen var da bir yere yazdım. Sirkə turşusu deməli CH3COH-dır. Onu da yazıram. C2, 2 dənə karbon var, 4 dənə hidrogen var, 2 dənə oksigen var. C2H4O2. Arkadaşlar, molekullarında atomların sayı bərabərdir. İndi özü məntiqi işlətdə. CH2-da deməli neçə atom var? 2 istə 1, 3, bu da 1, 4. 4 atom burada var. 2 istə 4, 6, 8 atom burada var. Bunlar nətər bərabərləşdirərəm maşallah. Deməli, bunu yuxarıdakını 2-yə vursam, bunu da 1-ə vursam, bax, loru desək də. Yəni, 2-nin 1-ə nisbətində götürsək, bunların, deməli, atomların sayı bərabərləşir. 2-nin 1-ə nisbətini götürsək. İndi gəl hər birinin yanma tənini yazaq. CH2O üstə gəlinsin, oksigen bərabərdir. Deməli, karbon tərkibində karbon, hidrogen, oksigen olan bütün üzvü maddələr tam yanan zaman karbon qazı və su əmələ gəlir. Yəni, bu nüansa diqqət eləməlisən. Bu deyini qayda ilə karbon qazı və su. Əmsallaşdıran zaman C-ho əvvəl C-lar, sonra H-lar, axırda O-lar düzəldilir. Deməli, baxıram C-lar bərabər, H-lar bərabər, oksigen deməli sağda 3 dənədir, solda 3 dənə problemdir, əmsallaşıbdır. Gələk bura. Burada 2 karbon gətir bura 2 yazıram, 4 hidrogen gətir bura 2 yazıram. Oksigenləri sayıram, 2-ni 2-yə vururam, 4, bu da 2, 6. 6-dan 2-ni çıxıram, qalırdıq, buraya yazıram 2. Deməli, qardaş, burada fikir verirsənsə 1 mola, deməli 1 mol, yəni normal şəraitdə 22,4 litr lazımdır. Mən burada fikir verirsənsə 2-nin 1-ə nisbətini götürmüşəm, belə deyil. Gəlin bunun üstünə yazıram 2, burada yazıram x. X-i də buradan tapıram 44,8 litr. Burada 1 mola 2 mol, yəni normal şəraitdə 44,8 litr lazımdır. Elə bunu 1 mol götürmüşəm. 1 mola da y deyirəm, elə buradan y tapıram 44,8. Burada 44,8-də 44,8-də böləndə x bölü y deyir axı. 44,8-də 44,8-də bölürəm. Testimizin cavabı 1 olmuş olacaq Y variantı 141-ci sualda. Keçək 142-ci suala. Baxın, 142-ci suala görək nə istəyir bizdən? Deyir ki, deməli, karbon monoksid. Qardaş, sən bilməlisən ki, biz demişdik ki, qarışqa turşusu, qatı sulfat turşusu vasitəsilə bir yerdə qızdırılan zaman molekul daxili, deməli, dehidratasiya, yəni molekul içərisində su çıxırsan, da H2O çıxırsan. HOH çıxdı mı? Yerdə nə qaldı? CO qaldı. CO və su alınır. Yəni, bizim X-imiz uşaqlar qarışqa turşusudur. Bunu bildik. Gəlirəm Y-imizə baxıram. Sirkə anhidrid almaq üçün uşaqlar sirkə turşusunu 2 mol götürürəm. Mən bunu rahat formada başa düşdürüb belə yazıram. Sirkə turşusunu 2 mol götürürəm və P2O5 suuducu maddədir. Uşaqlar, bunun içərisində nə edirik biz? Su çıxırıq. Aydın oldu mu? Su çıxırıq. HOH çıxırıq. Bax, OH çıxırıq. Proses nəticəsində aldığımız maddə nədir? Bu gördüyünüz maddədir. Bu gördüyünüz, deməli, maddədir. Buna uşaqlar biz sirkə anhidridi deyirik. Yəni, bunu almaq üçün biz sirkə turşusundan istifadə eləməliyik. Deməli, bizim X-imiz qarışqa turşusudur. Y-imiz də nədir? Sirkə turşusudur. Ona görə bunları qeyd elək, qoyul qalsın, birazdan işləyəcəyim onlarını. Homoloqlardır, bəli, uşaq, eyni sinifin nümayəndələri homoloq adlanır və yaxud da bir-birindən bir və ya bir neçə CH2 qədər fərqli. Həqiqətən, deməli, bunun formulu, deməli, C2H2, deməli, O2-dir. Bunun isə formulu C2H4O2-dir. Görürsən, bunlar arasında, daha doğrusu üzrüstəm uşaq, CH2O2-dir. Bunlar arasında bir dənə CH2 fərqi var. Alt-altasız görürsən, oksigenlər getdi. 4-dən 2 çıxıram, 2, 2-dən 1 çıxıram. Yəni, bir dənə CH2 qədər fərq var. Ehtiyac yoxdur həncama çıxartmaq. Eyni sinifin nümayəndələri homoloqdur uşaqlar. Bir-birindən bir və ya bir neçə CH2 qrupu da fərqlənir. İzomerdirlər səhvdir. İzomer maddənin kəmiyyət keyfiyyət təşbehin olmalıdır. İndi bunlar rabitələrə baxaq. X-in molekulunda baxaq. X-imiz budur. Sigmalarsa 1, 2, 3, 4. X-in molekulunda 1, 2, 3, 4 dənə sigma var. Yəni səhvdir. 5 dənə yazıbdır. Y-in nisbə 60-dır. MR, sirkə turşusundan MR hesab edirəm də. C2H4O2. Deməli, 24 üstə gəlinsin. 4-ü 1-ə vururam. 4, 2-ni də 16-ya vururam. 32 və həqiqətən bunun MR-i nəyə bərabərdir? 60-a bərabərdir. Doğru cavabımız 1, 4-dür. D variantı 142-ci sualda. Deməli, tamamilə reaksiya daxil olan maddələr verilibdir bizə. CnH2n plus 1 COH, karbon turşusu, doymuş bir əsaslı. Üzərinə natrium OH gəlirəm. Əsas turşu reaksiyası da buradan OH, buradan H çıxır, əmələ gəlir su və yerdə qalan birləşdirəm də bir-birinə. CnH2n plus 1 COO natrium, yəni duz əmələ gəldi də.
Buraya yazıram 1,84 qram. Amma fikir verirsinizsə, natrium OH məhlulunun uşaqlar bir həcmini veribdir 200 ml. Bir də qatlığını veribdir. S bərabərdir nü bölü V üstünü xatırınızda yəqin ki mol bölü litr. Burada mol bölü litri biz çox vaxtı böyük M ilə yazırıq. Yəni belə yazırıq. Ona görə də biz dərhal burada 200 ml-ni çevirirəm litrə. 1 litr 1000 ml olduğuna görə 200 minə bölürəm 0,2-dir. Ondan sonra nüyü tapan zaman S-yə vururam. 0,2-ni vururam 0,2-yə. Eləyir 0,4. Gətirib də yazıram 0,4 mol. Və mən də bilirəm ki, natrium OH-ın 1 molu, bu gördüyünüz, deməli, maddənin kütləsini tapmaq lazım. MR-ni tapıram da. MR CNH2 plus 1 COH-ın MR-ni tapmalıyam. Eni vururam 12-yə. 12-yə üstə gəlsin 2 plus 1, üstə gəlsin karbon 12-dir. Oksigen neçədir? 2 dənə oksigen var da 32-dir. Hidrogen də 1-dir. Bunu hesablamaq lazımdır. 14-dən üstə gəlinsin. Deməli ki, orada nə olacaq? Deməli, burada 13 budur, 13, bu da 33. Hesablayaq bunları. 13 üstə gəlsin 33. 13 üstə gəlsin 33, 46 edir. Deməli, bərabərdir. Burada elədi 14 plus 46. 14 plus 46. Bu şəkildə yazırıq. İndi bunu hesablayacağıq. Aşağı yuxarını 100-ə vuraq. Qoy biraz rəqəmlər normal olsun da. 1,84 də 100-ə vuranda elir 184. Bunu da 100-ə vuranda elir 4. Heç nə. Sonra 4 vurulsun 14 plus 46 bərabərdir 184. Buradan da 14 plus 46 bərabər 184-dür. Deməli 184-ü bölürəm 4-ə eləyir 46. Buradan da uşaqlar 46-dan 46 çıxıram. 14 bərabərdir. Deməli 0, n də bərabərdir 0. Yəni uşaqlar qarşıqa turşusudur da. N-in yerinə 0 qoyanda nə olur? Karbon 0 olur, artıq bu getdi. Hidrogen bir dənə qalır, HCOH qalır da. Beləliklə, testimizin cavabı olacaq A variantı 143-cü sualda. 144-cü sualda, 143-cü sualın tamamilə eynisidir. Özünüz onu həll edərsiniz. Sadəcə burada 0,1, 0,4-ə vurasınız. Qalan şeylər eynidir. Gəlirəm 145-ci suala. CO plus natrium OH. CO-nun üzərinə natrium OH gələn zaman bilirik ki, nə alınır? HCOO natrium alınır. Qarışqa turşusu və onun duzları, bilirsiniz ki, uşaqlar, gümüş güclü reaksiyasına mis OH2-ni oksidaşma reaksiyasına daxil olur. Proses nəticəsində nə alınır? Mis 2O su, bir də natrium HCO3 alınır burada. Bu bizim X-imizdir, bu da bizim Y-imizdir. Nəhayət, natrium HCO3-ün də üzərinə uşaqlar, biz nə gəlirik natrium HCO3-ün üzərinə? H-klor gəlirik. Burada natrium klorla birləşir. Bir də H2CO3 alınır. O da nəyə parçalanır? Karbon qazı ilə suya parçalanır. Burada da bizə lazım olan deməli Z. Çünki bunlar çıxıbdır da. Buradan bunlar çıxıbdır bax. Deyir, hansı maddələr normal duzdur? Biz bilirik ki, birincisi normal duzdur. Niyə deyir? Çünki qarışqa turşusu bir əsas turşudur. Onun zaten duzu normaldır, natrium formiyə. Amma Y-imiz turş duzdur. Niyə? Çünki burada karbonat turşusu 2 əsaslı turşudur. H2CO3-dür. Onun hidrogenin biri əvəzlənib. Ona görə bu turş duzdur. Natrium kloru normal duzdur, H-klorun duzudur. Normal duzlar X və Z olacaq, C variantı 145-ci sualda. Gələk 146-cı suala. 146-cı sualda nə eləyəcəyik? 146-cı sualda da yenə aşağı yuxarıda buna bənzər bir sualdır. Deməli, burada sadəcə CO-nun üzərinə biz natrium OH gəlirik. Birinci alırıq HCOO natrium. Bu bizim X-imizdir. Bu zaten normal duzdur. Ondan sonra keçər növbəti HCOO natriumun da üzərinə gümüş bir oksidin amoniakda məhlul gələn zaman 2 dənə gümüş alınır, çöküntü, bir də oksigen alt tərəfə alınır. Natrium HCO3, bu turşdur. Bunu götürəcək, bu dəqiq. Ondan sonra natrium HCO3-ün də üzərinə natrium OH gələn zaman buradan OH, buradan OH çıxırsan, buradan da H eləyir su və yerdə nə qalır? Natrium 2 CO3 qalır da. Bu da ki, bilirsiniz ki, normal duzdur, natrium karbonat. Ona görə turşdur, yalnız Y-dir, B variantı 146-cı sualda. Keçsək növbəti 147-ci suala. Deyib, 1 mol barium OH2 veribdir bizə. Barium OH2. Deməli, barium OH2-nin üzərinə mən mis 1 florid gəlirəm, mis florid gəlirəm. Burada bilirik ki, nə alınır? Barium florla birləşir. Barium flor 2. Bir də uşaqlar, mis OH2 alınır. Mis OH2. Aydın məsələdir ki, barium flor 2 qarışqa turşusuna reaksiya etməz. Niyə getməz? Çünki qarışqa turşusu uşaqlar xloriddən zəifdir, onu duzundan çıxara bilməz. Yəni, belə bir şey ola bilməz ki, olsun HCOO deməli 2 dəfə barium üstə gəlsin H-klor, bu olmaz. Yəni, xlorid turşusunu duzundan çıxara bilməz. Ona görə bizim X-imiz uşaqlar mis OH2-dir, bu getdi.
Ondan sonra miso H2-nin də üzərinə mən də bilirəm ki, qarışqa turşusu gələn zaman qarışqa turşusu bilirsə aldehid qrup olduğuna görə orada nə alıb nəsə mis2O su, bir də karbon qazı alınacaq. Diqqətli olmaq lazım. Yəni bizim Y-imiz bunlardan biridir. Ona görə A variantı, B variantı aklımda getdi. Ondan sonra davam eləyək aşağı. Deməli bizim Y-imiz budur, X-imiz budur, Y-imiz də budur. Bir də ki, Y-imiz artıq karbon qazı olduğunu bilirik. Barium OH2-nin də üzərinə biz karbon qazı gəlirik. Burada da proses nəticəsində nə alınacaq? Barium karbonat çöküntü, bir də su alınacaq. Bu da bizim Z-imizdir uşaqlar. Bu da bizim Z maddəmizdir. Diqqətli olmaq, qəşəng sualdır bu arada. 147-də cavabımız deməli C variantı olmuş olacaqdır. Belə. Bu arada deyəsən müəllim, bəlkə burada barium belə deyək də OH2 ilə, onsuz da zaten burada reaksiya nəticəsində bunlar birin birə nisbətinə gedəndə burada 1 mol karbon qazı, 1 mol karbon qazı, 1 mol barium OH2 ilə normal duz verir. Yəni burada çətin bir şey yoxdur. Cavablarda da zaten uyğun gəlmir. Gələk 148-ci sualda görək nədən söhbət gedir. 148-ci sualda ilə aşağı yuxarı bunun oxşarı olan bir sualdır. Deməli, burada biz nə eləməliyik? Ona görə gəlirik, burada bəzi reaksiyalar var, elə olaraq qalsınlar. Deməli, bizim sadəcə eləyəcəyimiz şey nədir? Burada əmələ gələn X-i bildik kimdir? X-in üzərinə aldehid gələcək. Uşaqlar, deməli, X-in üzərinə aldehid gələcək. Bir dənə buranı silək. X-in üzərinə aldehid gələcək. Və aldehid gələn zaman nətər olacaq proses? Bizə də bunları silək. X-in üzərinə HCOH gəlirəm. Proses nəticəsində alınacaq mis2O su, bir də uşaqlar alınacaq qarışqa turşusu. Aldehidlər oksidləşən zaman turşulara çevrilir. Bu da bizim Y-imizdir. Və barium OH2-nin 1 molunun üzərinə 2 mol deməli mən turşu gələn zaman, burada çətin bir şey yoxdur. 2 dənə OH var burada, burada da 2 dənə H var. 2 dənə H-dan 2 dənə OH neydi? 2 dənə su edir və yerdə nə qalır? HCOO 2 dəfə barium. Barium formiyyət. Belə bu şəkildə alınmış olacaqdır. Deməli 148-ci sualda cavabımız olacaq B variantı uşaqlar. Belə bir gözəl bir sual. Keçək 149-cu suala. 149-da nə istəyir bizdən? Doymuş bir atomlu spirt veribdir və doymuş bir atomlu karbon turşusu veribdir. Onların emerləri bərabərdir. Molyar kütlələri bərabərdir. Molekul hidrogen atılması birinin emri birinin X. Aşağıda bunun bir neçə dənə yolu var. Məsələn, birinci yol mənə təklif edəcəyim variant nədir? Tutalım ki, gəlin bir dənə nədir onun adı? Spirt götürək, atıram C2H5OH. Gəlin əvvəlcə bunun emerini tapaq. Bunun emerini tapan zaman deməli 2-ni vurdum 12, 24, o da 5, 29, cavab verir 46. Bunun emeri 46. Və karbon turşuların ümumi formulu CnH2NO2-dir axı. Bunda 14N plus 32 bərabərdir 46. Buradan N-i tapıram. Deməli uşaqlar 1 tapıram buradan N-i. N-i buradan 1 tapıram. Deməli qardaş, mahiyyət nədir? Mahiyyət nədir? Bizim spirtimiz fikir ver C2H5OH-dır. Turşumuzda uşaq, qarışqa turşuda turşumuz da CH2O2-dir. Və bu durumda olanda bunların emerləri bərabərləşir. Həqiqətən bunun emeri 46, bunun emeri 46-dır. Ən asan variant budur uşaqlar. Burada hidrogen nə qədərdir? 6-dır. M-i 6-ya bərabər edirəm. Burada hidrogen nə qədərdir? 2-dir. Aydın məsələdir ki, X-i tapmaq üçün M-dən nə etməliyəm? 4 çıxmalıyam. 6-dan 4 çıxanda 2 qalır. Ona görə cavabımız olacaq A variantı 149-cu sualda. Ən asan yol budur uşaqlar. Davam eləyək növbəti 150-ci sualla. 150-də nə deyir mənə? Yenə də eyni mahiyyətli sualdır. Bu dəfə tərsinə veribdir. Uşaq tərsi veribdir bu dəfəsi. Yenə eyni şeydir. Və burada bizim artıq demək hidrogen atomlarımız sayı nə qədərdir burada? 2 dənədir. Və spirtdə də 6 dənədir. Aydın mən X-i tapmaq üçün N-in üstünə 4 gəlməliyəm də 150-də də olacaq Y variantı. Gələk 151-ci suala. 0,2 molda 9,6 qram karbon və 9,6 qram oksigen olan birləşmənin formulunu müəyyən edin. Qardaş, bunun əgər 0,2 molunda 9,6 qram karbon, 9,6 qram oksigen varsa, bəs 1 molunda nə qədər olar? 5 dəfə artıram da. Deməli, 9,6-nı 5-ə vururam. Eyilir 48 qram, bu da eyilir 48 qram. Demək, 48 qram karbon var, 48 qram da oksigen var. 48 qram karbon neçə mol edir? 48-i bölürəm 12-yə, eləyir 4 mol. 48-i də bölürəm 16-ya, eləyir, deməli, burada da yenə də eləyir 3 mol. Deməli, mənim 4 mol karbonum, 3 molda nəyim var? Oksigenim var. Baxıram ki, harada belə bir şey var. Hansı maddənin molekulunda 4 dənə karbon, 3 dənə oksigen var? B variantı. Fikir ver, 1, 2, 3, 4 dənə karbondur. Plus da 3 dənə oksigen var. Yəni, cavabımız 151-ci sualda olacaq B variantı. Gələk növbəti 152-ci suala.
Z maddəsinin Z maddəsi hansı birləşmə reaksiyasına daxil olar? Aydın məsələdir ki, burada deməli, mis NO3 2 dəfədir. Üzərinə gəlirəm kalium OH. Proses nəticəsində mən nə alıram? Kalium NO3 alıram, bir də mis OH2 alıram. Və mis OH2-nin də üzərinə, aydın məsələdir, kalium NO3 alaq, kimi gedək, aldehidini gedək ki, mis OH2 qarışqa aldehidinə reaksiya girir. Mis 2 O, su, bir də qarışqa turşusu alınır. HCOH alınır. Və plus qarışqa turşusu da bilirsiniz ki, aldehid qrupu olduğuna görə o mis OH2 ilə deməli qızdıran zaman deməli oksidaşma reduksiya reaksiyasına daxil olur. Mis 2O su, bir də nə alınır? Burada karbon qazı alınır. Zaten bunları çıxırlar. Bu da bizim Z maddəmizdir uşaqlar. Buna diqqətli olaq. Bu bizim Z maddəmizdir. Uşaqlar deyir ki, Z maddəsi birləşmə reaksiyasına daxil ola bilər. Bu da cavab C variantıdır. Natrium OH ilə CO2 birin birə nisbətində birləşə bilirlər. Əmələ gəlir turşdur, natrium hidrokarbonat. Ehtiyatlı olmaq lazımdır. Gələk 153-cü suala. Doymuş bir əsaslı karbon turşusunun kütləsi deməli uşaq qramla 30 veribdir və turşun nümunəsində atomların ümumi mol miqdarı 4. Biz turşunun formulunu belə yazıram və deyir ki, bunun 30 qramında 4 mol nə var? Atom var deyir. Və bunun emerini tapıram. 14N plus 32-də bunun emeri. 14N plus 32-də nə qədər atom var? N, 2N, 3N plus 2. Başqa bu tənliyi hesaplamaq lazımdır. Buradan N-i tapmaq lazımdır. Buradan N-i tapmaq lazımdır. Tabii sən biraz sadələşdirə bilərəm. 4, 2, bu da eləsin 15, biraz asanlaşsın. 2 vurulsun, 14N üstə gəlinsin 32. Bərabərdir 15 vurulsun 3N plus 2. Sonra hesablayıram 28N üstə gəlinsin 64. Bərabərdir 45-nin üzərinə gəlinsin 30. Məlum məhsul edirəm. 28-dən 45-i çıxıram. Deməli 28 çıxılsın 45. Edir 17N bərabərdir 34. 30-dan 64 çıxanır. Şurada mənfiləri nəzərə almıram da. Yaxşı, mənfi 34 yazıram. N də bərabər buradan 2. Deməli bizim turşumuz C2H4 O2'dir. Turşun molekulunda protonların sayını istəyir. Bir karbonda 6 proton var. 2'ni vururam 6'ya. Bir hidrogenə 1 proton varsa 4'ü vururam. 1'ə üstə gəlsin. 1 oksijen 8 proton varsa 2'ni vururam 8'ə. Bu da eləyəcək 12, o da 4, 16, o da 16. 32 dənə bizdə proton var bunun molekulunda. 153 olacaq D variantı. Gələk 154-cü suala. 154-cü sualda nə eləyəcək? Z qazının natrium OH ilə reaksiya məhsulu gümüş güclü reaksiyasına daxil olursa X və Y-i müəyyən edin. Aşağılar Z qazı, ümumiyyətlə qazı natrium OH ilə reaksiya girir. Bəlkə o da alınan maddə gümüş güclü daxil olsa bu CO deyir, başqa ağıla heç nə gəlmir. CO plus natrium OH reaksiyasından HCO natrium alınır. Bilirsiniz, qarışqa turşusu və onların duzları gümüş güclü reaksiyasına, bir də mis OH2-nin oksidaşma reaksiyasına daxil olur. Zaten bunu biz demişdik. Proses nəticəsində nə əmələ gəlir? Turşsuz əmələ gəlir. Dərsizlər YouTube kanalımızda var. Doymuş bir əsaslı karbon turşusu. Get bax ilə izahına. Aşağılar. Bunu yazandan sonra biz nə eləyəcəyik? Bu Z-i almaq üçün biz kimin üzərinə karbon gəlməliyik? Bu X-imiz CO2-dir, qardaş. CO2, indi mən qeyri-üzvünü bilmirsiniz. CO2 plus C bizə verir CO. X-imiz CO2-dir. Aydın məsələdir ki, biz barium OH2-nin üzərinə CO2 gələn zaman nə alınır proses nəticəsində? Barium CO3 alınır, çöküntü, bir də su alınır uşaqlar. Və barium həqiqətən də bizim bu Y-imiz barium CO2-dir. Uşaqlar, barium CO3-ü də qızdıran zaman o barium O ilə CO2-yə parçalanır. Gördünüz, düpbədir. Bu hissəbdən fikir ver, həldən biz X-i ala bildik. O belə bir gözəl bir sual. Yəni, cavabımız orada 154-də C variantı. Gələk 155-ci suala. 155-ci sual səhv xatırlamısa 2022-ci ildə yoxsa birinci qrup qəbul imtahanlarında istifadə olunubdur bu sual və o ərəfələrdə olubdur. Deməli, CH3COH-ın üzərinə biz natrium OH gələn zaman buradan OH, buradan H çıxır, alınır CH3COO natrium, bir də su. Sonra CH3COH üzərinə gəlinsin natrium. Bilirsiniz ki, burada hidrogen əvəzlənir. CH3COO natrium, bir də hidrogen çıxır buradan. Bu dəqiqdir uşaqlar. 4 dəqiqdir. Bir də demişdik ki, deməli, doymuş bir əsaslı karbon turşuları halogenə reaksiya daxil olunur. COH-dan sonraki karbonda həmişə deməli, COH-dan sonraki karbondakı hidrogen əvəzlənir uşaqlar. CH2 flor COH üstə gəlinsin H flor.
O belə bir maddə alacağıq. Var mı elə cavab? Uşaq 1 ilə 4-dür testimizin cavabı 155-ci sualda. Gələk 156-cı suala. Bu da qəbul imtahanlarında istifadə olunub. Birinci qruplar. Amma variantda istifadə olunubdur da uşaqlar. Sirkə turşusu üçün doğrudur. Suda məhlul aktiv rəngini dəyişir. Bəli, uşaq turşu da qızaracaq. Molekulun sirkə turşusu CH3COH-dır. Molekulunda 3 dənə oksigen var. Səhvdir. Görürsən 2 dənə oksigen var. Spirtlər reaksiya olub, bəli. Çünki uşaqlar oksigenli turşu plus məsələn atıram metil spirt nəyə əmələ gətirirdi? Mürəkkəb efirdə turşudan OH spirtdən aşağı alınır CH3, COO, CH3 bir də su. Bu söhbət doğrudur. Mislə reaksiyada olub səhv. Hidrogenden sonra yerləşən metallar var fəallı sırasında. Mis, civə, gümüş, platin, qızıl uşaqlar. Onlar deməli ümumiyyətlə qızıl platin turşularla getmir. Mis, civə, gümüş də cəmi 3 dənə turşuna gedir. Nitratın qatısı, durusu, sülfatın qatısı. Ona görə bu söhbət səhvdir. Xlor reaksiya daxil olmur, niyə olmasın? Yuxarıda izah elədim elə. Üzərinə xlor gəlirəmsə, bu buradakı hidrogen əvəzlənir. CH2 xlor COH üstə gəlinsin H xlor diqqətli olmaq. Testin cavab 1-3-dür uşaqlar. Gələk 157-ci suala. 157-ci sualda nə edəcəyik? Deməli, bizə reaksiya veribdir. CH3COO natrium üzərinə gəlinsin H2S. Uşaq, sülfat duzundan çıxarır da bunu. Deməli, əmələ gəl natrium sülfatı veribdir. Bir də alınır deməli CH3COO deməli daha doğrusu H bu şəkildə. CH3COH2-lər. Əslində bunu tənlinin sağından solundan tutmaq olar deyə. Məsələn, tənlinin solunda CH3CO var, sağında yoxdur. Sol tərəfdə 2 hidrogen var, məsələn, görsən sağ tərəfdə yoxdur. Elə buradan tutub da yazmaq olardı bunu. Deməli, molekulunda bir oksigen var, səhvdir. Görsən 2 dənə oksigen var. Adi şəraitdə suda yaxşı həll olan maydır? Bəli, sirkə suda yaxşı həll olacaqlar. Molekulunda karbon atomlarında 2 qat rabitələr birləşir, səhvdir. Burada harda var elə şey var? Karbonla bir-birinə tək qat rabitə ilə birləşir. Karbonla oksigen bir-birinə 2 qatdan birləşir. Natrium karbonatla reaksiya daxil olub? Bəli. Niyə daxil olub? Çünki sirkə turşusu uşaqlar karbonatdan güclüdür deyə onu duzundan çıxara bilir. Proses nəticəsində deməli CH3 bir dəqiqə səbirli olun. CH3COO natrium bir də karbon qazı və su alınır. Yəni bu doğrudur. Mislə reaksiya daxil səhvdir. Çünki hidrogen çıxarılmaz uşaqlar. Mis, civə, gümüş ancaq 3 dənə turşu, nitratın qatısı, durusu, sülfatın qatısı ilə gedir. Onu da qeyri-üzvü kimya kursunda öyrənmişsiniz. Doğru cavabımız 2-4 olacaq 157-ci sualda. Keçək 158-ci suala. Deyir ki, hansı reaksiya X maddəsi natrium formiyyatdır? Bəli, uşaqlar, burada bilirsiniz ki, birləşmə reaksiyasıdır. HCOH doğrudur. İkincisi də doğrudur. Nəyə görə? Çünki qarışqa turşusunun duzunun üzərinə biz qatı sülfat gələn zaman onu duzundan çıxarır. Ki, bu zaten alınmalı da qeyd olunubdur. Ki, bu doğrudur uşaqlar. Bu da doğrudur, bu da doğrudur. Amma burada bəhs, uşaqlar, bu da doğrudur. Niyə? Çünki qarışqa turşusu və onların duzları aldehid qrupu olduğuna görə onlar gümüş gücü reaksiyasına və mis-OH-ın oksidaşma reaksiyasına daxil olurlar. Proses nəticəsində bir dənə alınacaq natrium hidrokarbonat. Ən nəhayət sonuncu olmaz. Niyə olmaz? Sonuncu CH3COO natriumdur. Onun üzərinə biz deməli natrium OH gələn zaman bunlar bir yerdə əridirikdə uşaqlar. Burada proses nəticəsində natrium 2, C, 3 dənə oksigen var da bir də burada. Natrium 2, CO3, bir də metan laborator alınma təniydi, əgər yadınızda qalıbsa. Diqqətli olaq. Gələk növbəti 159-cu suala. Qarışqa turşusu və qarışqa aldehidi. Birinci qrup qəbul sualıdır. Qarışqa turşusu və qarışqa aldehidi. Deməli, qarışqa turşusu HCOH-dır, qarışqa aldehidi HCOH-dır. Quruluşlarına fikir verək. Quruluşları bu şəkildədir. Bunun da quruluşu deməli bu şəkildədir. Bir karbon atom oksidaşməcisi. Baxaq, müsbət 1, müsbət 1, mənfi 2, mənfi 2 uşaqlar. Karbon neçə olmalıdır? Mənfi 4, bu da müsbət 2. Mənfi 2 karbon burada müsbət 2 olmalıdır. Müsbət 1, müsbət 1, mənfi 2 karbon da burada 0. Ona görə ümumi olmayandır, bəli, götürəcəyik. Karbon sp2, bax görsən, ətrafında sigmaları sayırsan. 4 dənə sigma olsa sp3, 3 dənə sigma olsa sp2, 2 sigma olsa sp. 1, 2, 3 karbon sp2, bu da sp2. Bu, uşaq, bunu götürməyəcəyik. Adi şəraitdə aqreqat hallar. Uşaq, bəli, qarışqa turşusu adi şəraitdə mayedir, amma qarışqa aldehid adi şəraitdə qazdır. Ona görə ümumi olmayandır, bəli. Mis-OH-ilə reaksiya daxil olması uşaqlar hər ikisi daxil olur. Niyə? Çünki bu da aldehid qrupu var, burada da aldehid qrupu var. Ona görə bu ümumi əlamətdir. 1-3 olacaq uşaqlar 159-cu sualda. Gələk 160-cı suala. 160-da nə edəcək? Deyək ki, uşaq X maddəsi üçün doğru ifadələri müəyyən edin.
Qardaş, birinci növbədə buradan başlayaq. Etil spirti bilirik ki, birli spirtdir. Çünki OH birli karbona birləşibdir. Və biz onun üzərinə miso gələn zaman proses nəticəsində mis alınır. Oksigen buradan 2 hidrogen götürür. Olur su. Bir də nə alınır? CH3, deməli CHO. Yəni aldehid alınır da. CH3, COH bu aldehid alındı. Aydın məsələdə aldehidin də üzərində hidrogen gəlir, birli spirt alınır. Hidrogen gəlirsən, 2 qat rabitə qırılır. Hidrogenin biri bura birləşir, biri də bura birləşir və yenidən bu maddə alınır. Yəni burada X-imiz aldehiddir olar. Gümüş gücü daxil olmur dünəndən. Çünki aldehidlər üçün belə bu reaksiya. Oksidaşməsindən sirkə turşusu alınır, bəli. Oksidaşməsindən. Çünki CH3, COH-dır. Biz onun üzərinə oksidləşməyə gümüş gücü nə eləyirik, ya miso-H2 nə eləyirik. Bu zaman 2 dənə gümüş alınır, bir də alınır sirkə turşusu. CH3, COH. Yəni doğrudur. Beynəlxalq sularda metanallı səhvdir, etanallı uşaq 2 dənə karbon var burada. Molekular individual abitəsi var, səhv. Aldehidlərdə belə söhbət yox. 160-da 1-2-dir. Gələk 161-ci suala. Üzvü maddələ veribdir bizə, aldehid keton turşu veribdir. Molekulunda karbon atomu isə bərabərdir. Karboni qrupundakı karbon atomu seçməcisi istəyir. Qardaş, əgər karbon atomların sayı bərabərsə, biz ketonla yola çıxaq. Çünki ketonu düzəltmək üçün mənə minimum 3 dənə karbon lazımdır. Ona görə mən direkt olaraq deməli ketonla başlayıram. Çünki karbon ən çox orada olur da. Və həmin qədər karbona digər aldehid yazıram. Məsələn, tutalım CH3, CH2, COH yazıram. Həmin qədər karbon olan turşu, deməli kimi yazıram. Məsələn, propan turşu. Yəni şu an karbon eyni qədər olsun da. Həqiqətən karbon eyni qədərdir, qalan şeyini yoxlayacaq. Karbonil qrupundakı karbon atomu oksidaşməcisi. Uşaqlar, bax burada karbonil qrupunu deyəndə bu CO, bunu deyir də, bu hissədə olan karbon deyir, karbonil qrupundakı olan karbon deyir. Çünki bax COH-da məsələn bu aldehid qrupu üçün burada karbonil qrupu var. Sonra karboksil qrupunda da karbonil qrupu var COH-da da. Yəni burada çətin bir şey yoxdur, indi müəyyənləşdirəcəyik. Oksigen -2, karbon -2-dir. Deməli bizim X, Y-imiz nəyə bərabər? Müsbət 2. Çünki bu keton. Keçirəm indi aldehidə. -1, -2, karbonumuz nə olmalıdır? Avtomatik olaraq -1 olmalıdır. Deməli bizim aldehidimiz də -1-dir. Gəlirəm indi bura. -1, -2, -2 karbonumuz nə olmalı? Şu an -3 olmalı ki, sıfırlansın da. Z-imiz də -3-dür. Tapdıq. İndi nə edəcəyik? Deyir ki, deməli 2x y-ə bərabərdir. Həqiqətən 1-i 2-yə vuranda y-ə bərabər olur. Düz deyir də. X-i 2-yə vuranda y-ə bərabər olur. 2-ni 1-ə vuranda 2 eləyir. Y bərabərdir z plus 1. Yox, şu an z-dən 1 çıxanda olur. Səhvdir. X-i tapmaq üçün z-dən y çıxmalıyam. Baxaq. Doğrudur. 3-dən 2 çıxanda 1 qalır. 1 üst dəqiqdir. Sonra z bərabərdir x plus 2. Bəli. 1 üstə 2 yəni 3 eləyir. Z bərabərdir 0.5 y. Yox, səhvdir. 2-ni 0.5 çıxanda 1 eləyir. Testinin düzgün cavab variantı 1, 3, 4 oldu. 161-ci sualda. Davam edək 162-ci sualdan görək niyə? İzobutil radikal. İzobutil nə idi? Deməli, biz izobutanı yazırıq. İzobutan bilirsə, butan nizamı elədir. Şaxələnmiş versiyasıdır. Bu bizim izobutandır. Hidrogeni buradan çıxarıram. Buna deyim izobutil. Əgər buradan çıxarsam, üçlü butil deyək. Get alkanlar dərsinə bax, əgər radikallar yadımdan çıxıbsa. Milyon dəfə orada izah eləmişəm. Bu bizim izobutildir uşaqlar. Gətirib ona karboksil qrupu, yəni COH qrupu birləşdirib getdi. Məsələn, nömrələrini buradan apardı. 1, 2, 3, 4. Həqiqətən bunun adı 3 metr butan turşusudur. Səhvdir bu. Molekulun asimetrik karbonu düzdür. Asimetrik karbon, onsuz da bu karbon asimetrik olanmaz. Mən hər dəfə şahid asimetrik karbon bax belədir. S++ vəziyyətində olmalıdır və 4 tərəfi müxtəlif atom və ya atomlar qrupu olmalıdır. CH2-dir, CH3-lər zaten asimetrik ola bilməzlər. 2 qat rabitə ətrafında dayanan karbon, 3 qat rabitə ətrafında dayanan karbon asimetrik olmaz. Bir də kimdən şübhələnə bilərsən? CH olanda, bir də C tək qalanda şübhələnə bilərsən ki, bəlkə asimetrikdir. Bir dənə bundan şübhələnmək olardı. Onun da ətrafında 2 dənə metr var. Ona görə olmur. Yox, düzdür, yoxdur. Üçüncü karbon. Üçüncü karbon CH-dır. Bu müsbət bir, bu da mənfi bir, doğrudur. 1 mol natriumla 2 qram hidrogen əmələ gətirir. Aşağı bunun üzərinə natrium gələndə, burada çətin bir şey yoxdur. Burada hidrogen görürsən, bu əvəzlənir. Belə bir şey alınır. CH3, CH, CH3, CH2, COO, natrium, bir də hidrogen. Bu da 0.5 mol uşaqlar. Çünki burada bir dənə hidrogen çıxır. İstər sudan, istər turşudan, istər qələvidən bir element atom hidrogen ayıra bilirsə, ayrılan hidrogenin molu elementin valentinin yarısı qədərdir. 0.5 mol hidrogen də uşaqlar 1 qram, 2 qram deyil. 0.5 2-yə vuranda 1 eləyir. İkinci karbon -2-dir. İkinci karbon CH2-dir. Həqiqətən bu doğrudur. Diqqətli olaq. Gələk növbəti 163-cü suala. 163-dən eyniyyəcəyik. Deməli, uşaqlar bizə ikili butil verib. Əvvəlcə butanı çəkək. Bu bizim butandır.
İkili butil istəyirəmsə, mən hidrogeni uşaq ikili karbondan çıxartmalıyım. Yəni buradan çıxartmalıyım. Gətirib, deməli, bura nə birləşdirməliyəm? COH birləşdirməliyəm. Mənim ikili butil radikalım budur uşaqlar. Yəni, mən hidrogen ikili karbondan çıxıram. CH3-dan xəttin yerini dəyiş, radikalımız daha səliqəli görsənsin. Bax, xətti qoy bura, CH3-ü qoy bura. Sonra nədən gətir? Karboksil qrupu birləşdirirəm. CH-ı birləşdirim bura və salam. Maddəmizin adı nədir? 1, 2, 3, 4. Nədir? 2 metil butandımı? Bəli. Bu səhvdir avtomatik olaraq. Asimetrik karbon varmı? Var. Şu an bu karbon asimetrikdir. Niyə? Çünki bunun bir tərəfində hidrogen var. Bir tərəfində CH3, CH2 var. Şu an bir tərəfində CH3 var. Bir tərəfində də COH var. Yəni bu karbon asimetrik. Sonra birinci karbon. Birinci karbon COH-dır. Müsbət 1, mənfi 2, mənfi 2, mənfi 4, müsbət 1, mənfi 3. Karbon müsbət 3 olmalıdır. Doğrudur. 1 molu, uşaq 160 dedim onu. Niyəsin olduğunu dedim. Sonra gələm ikinci karbon oksitləşməsi. İkinci karbon CH-dır. O da müsbət 1, mənfi 1-dir. Səhv. 1, 2 və 5 oldu 160. Üçüncü sualda. 1, 2, daha sonra 4 də doğru. 1, 2, 4, 5 də oldu. Plusu görmədim inşallah. Gələk 164-cü suala. Niyə 164-cü sual? 400 qram 400 qram 9% sirkə turşusu. Əvvəlcə 400-ün 9%-ni tapıram. Nə qədər eləyir uşaqlar? Eləyir 36 qram. Sirkə turşusu. CH3, COH var. Tam neytrallaşdırmaq üçün. Mən də bilirəm ki, CH3, CH-ın üzərinə natrium OH gəlirəm. Buradan OH, buradan H çıxır, əmələ gəlir su və yerdə qalanı birləşdirəm bir-birinə. CH3, CO, natrium, bir də su. Demək qardaş, buraya yazıram 36, buraya yazıram 2. Sirkə turşusunun 1 mol 60 qram, burada yazıram 40. Bunlar ixtisarsən biraz sadələşə bilər. 20-yə bölsəm bu 2, bu 3 edir. 3x bərabərdir, deməli 72, x də bərabərdir, buradan 24. 164-də 120, 164-də elədi 24 uşaqlar. 165-ci sualda bunun tamamilə sadəcə 118%-ni taparsan 18 qram. Yəni bura 18 qoyub hesablayasın. Gələk növbəti suala. İnşallah bu sual birinci qrupların qəbul imtahanında istifadə olunubdur. Döyülmüş bir əsaslı karbon turşunun ümumi formulu CnHCl plus 1 COH-dır və onun hidrogenini götürürəm. CnHCl plus 1 COO natriumdur. Və mənə deyir ki, bunun 9,6 qramında, bunun 9,6 qramında 2,3 qram nə var? Natrium var. Mən də bilirəm ki, bunun 1 molunda 1 mol natrium var. 1 mol natrium nəsə qramdır? 23 qram. 23 qram natrium olanda bunun kütləsinə bir x deyirəm. X də bərabər 96. Heç nə. Bundan sonra bu maddənin MR-ini tapıram. MR, bu maddənin MR-ini tapıram. Eni vuram 12-yə. 12N üstə gəlinsin. 2M plus 1 üstə gəlinsin. Bura eləyir, səhv eləmirəmsə 12, 32, 44 eləyib. Üstə gəlinsin 23, bərabər 96. Burada da 14N üstə gəlinsin. 45, o da 45-in üstünə demək 23 gəlirəm. 45 üstə yəni 23, elə də 68 bərabərdir 96. 96-dan da çıxıram deməli 68-i. 14-in bərabərdir 28, n də bərabərdir 2. N2-dir uşaq. Bax, N2 də ehtiyatlı olun. C2H5COO-dur. Aydın oldu mu? Və burada karbonsa 3 dənədir uşaq. 166 cavab 3-dür. Yəni N2 tapdan 2 dənə. Buradakı karbon nənəmin deyil. Yaxşı mı? Gələk 167-ci suala. Sirkə turşusu, uşaq bu da birinci qrupun qəbul sualıdır. Sirkə turşusu bizə CH3 deməli COH-dır. Karboksil qrupu, uşaq karboksil qrupu COH qrupudur. Və deyir onun faizini tapımda kütlə payı. Əvvəlcə maddənin MR-ini tapıram. MR CH3 COH-ı tapıram. Bilirsən ki, bunu tapmaq üçün uşaq bunu özüm ayrı-ayrı yazacağım. CH3 deməli 12, bu da 3, 15-dir. Üstə gəlinsin. Bu hissədə 45-dir uşaqlar. 12, 32, bu da 1. Bu hissədə 45-dir. Ümumi nə qədər eləyir? 15, 45, 60 eləyir. 60-a nə deyirəm? 100% deyirəm. Karboksil qrupun COH-da, onda bura 45 idi, burada 15 idi. Aydın oldu mu? Və 45-ə nə deyirəm? Bir A deyirəm. Buradan A-nı tapıram. Gözəl bir sualdır. 45 bölünsün 60. Bu da elə 75% uşaqlar. 75% elədir. 167-ci sualda X-imiz diqqətli olaq. Sual keçək indi 168-ci suala. Deyir ki, funksional qrupun kütlə payı 75%-dan doymuş bir əsaslı karbon turşusunun molyar kütləsinə. Qardaş, bunu belə ümumi şəkildə belə yaza bilərəm də RCOH. Funksional qrup COH-dır. Bunun emeri bayaq izlədim sizə. 12, 32, bu da bir 45-dir. 45-ə nə deyirəm? 75% deyirəm. Ümumi kütləyə 100% deyirəm. Ona da bir A deyirəm. A da bərabərlikdən 60 eləyəcək. Aydın oldu mu? Bayaq 167-nin tərsidir də. 167-nin tərsidir. Molyar kütlə maddənin 1 molunun kütləsidir də.
Bunun əgər bu karboksil qrupu, funksional qrup deyilir biz buna. Əgər bu 75%-də, ümumi kütlə 100% deyirəm, onu tapıram getdi. 168-də. 169-a keçirəm. Uşaq 169-a görə nə istəyir bizdən? Sirkə aldehidinin. Sirkə aldehidi CH3COH-dır. Üzərinə gümüş bir oksin amoniakdan məhlul gəlirəm. Alıram 2 dənə gümüş çöküntü, bir də CH3COH aldım. Bir 4 mol gümüş çökərsə, buraya üstünə yazıram 4 mol, aşağısında yazıram 2 moldu gördüyünüz kimi. 2 mol çökəndə 60 qramdırsa, 4-ə x deyirəm. X də bərabərdir buradan 120 eləyəcək uşaqlar. 169-cu sualda. Uşaq 170-ci sualda belə bunun eynisidir. Sadəcə tənasibi tərs yerdə qurasında. Tutalım 2 mol alınanda bundan 44 reaksiyaya girirsə, 4 mol alanda buna da bir A deyirsən. Yəni tənasibi bu tərəfdə qurursan da, aydın oldu mu? Burada A-nı tapırsan 88. 171-ci suala. Asitat turşusu CH3COH-dır. Üzərinə natrium gəlirəm. Burada hidrogen əvəzlənir. CH3COO natrium. Bir də hidrogen alınır. Buraya yazıram 0.5. 0.5 yazdım. Deməli, uşaqlar, burada 180 qram bizə asitat turşusu veribdir. Burada 1 mol 60 qram aşağıda veribdir onsuz da. 60-dan 0.5 alınırsa 180-ə bir x deyirəm. X də bərabərdir buradan. 63 dəfə artıqdır da. 0.5 3-ə vururam 1.5. Həm deyir ki, alınan hidrogen neçə qram mis-2 oksid reduksiya eləməli. Həmin hidrogeni gətirib çırpıram mis onun təpəsinə. Buradan alıram mis və su. 1 molundan nə qədər reduksiya eləmək olur 1 molundan? 80 qram reduksiya eləmək olursa, özümə sual verirəm. Bəs 1,5 moldan nə qədər reduksiya eləyə bilərdiniz? Buradan tapıram 120 qram. Yəni 171-ci cavabı 120-dir. Davam eləyək uşaq 172-ci sualla. 4,6 qram doymuş bir asadı karbon turşusunu neytrallaşdırmaq üçün 0,1 mol natrium OH sərf olunur. Qardaşım, ümumiyyətlə istənilən doymuş bir əsaslı karbon turşusunun, istənilən doymuş bir əsaslı karbon turşusunun 1 mol olur, 1 mol natrium OH-lar reaksiyaya daxil olur. Və proses nəticəsində su əmələ gəlir. Bir də CnH2n plus 1 COO natrium bu şəkildə. Buraya yazıram 4.6, burada yazıram 0.1, buraya yazıram 1 mol, burada yazıram x. X də bərabərdir buradan 46. Zaten mənə bunu MR istəyir. Mən bir də N-i niyə tapıram? Nasıl ehtiyac yoxdur? Mən bunu MR istəyir. MR də 46. 173-də sadəcə natrium yerinə kalium qoyarsan, eyni mahiyyətli sualdır. O da cavab 74 eləyəcəkdir. 174. Məhsulun praktiki qismi 50% olarsa 46 qram qarışqa turşusu almaq üçün neçə litr metanı? Qardaş, bax 46 qram qarışqa turşusunu artıq alıbdılar. Özdə metandan alırlar bu arada. Metanın katatik oksidləşməsindən. 46 qramı bunlar 50%-dən alıbdılar. Özümə sual verirəm. Bəs 100%-dən alsaydınız nə qədər alardınız? Tapıram 92. Bəs salam, buraya yazıram 92. 46 qram almaq üçün mənə 1 mol normal şəraitdə 22,14 litr lazımdırsa, buna da bir x deyirəm. X də bərabərdir buradan 44,8 eləyəcək 174-cü sualdan. Gələk 175-ci suala, görə 175-dən nədən söhbət. Bu da ki, deməli, məhsulun praktiki qismi 50%, 2 mol sirkə turşusunun metil efirini almaq üçün. Ümumiyyətlə, sirkə turşusunun metil efirini almaq istəyirəmsə, bunun üzərinə metil spirti gəlməliyəm. Turşudan OH, spirtdən H çıxıram. Proses nəticəsindən nə alıram? CH3, COO, CH3, bir də su alınır inşallah. Mürəkkəb effektdə bu. Bir uşaq, praktiki qismi 50%, 2 mol sirkə turşusunu. Əgər adam artıq 50% çıxımla 2 molu alıbdır uşaqlar. 50% çıxımla 2 mol alıb sözümə sual verirəm. Bəs 100% çıxımdan nə qədər alardım? 54 mol. Bəs tam gətir buraya yazıram 4 mol. 1 mol almaq üçün mənə nə qədər lazımdır? 60 lazımdır. 4 molda bir Y deyirəm. Y tapıram buradan 240 qram. 175-ci sualda. Davam eləyək 176-cı suala. Formiat turşusunu qatı H2SO4 iştirakında parçalanmasından alınan qaz metil spirtlə reaksiyaya daxil olmuş və 15 qram sirkə turşusu alınmışdır. Qazın həzmini tapın. Birinci növbədə qarışqa turşusu HCOH-dır. Təbii ki, qatı sulfat iştirakında birisindən molekul daxili dehidratlaşır. İçərisindən HOH çıxıram da, şu an su çıxıram da. Qalır CO və su. Deyir ki, oradan alınan qazın nə qədər olduğunu bilmirəm. Amma onu gətirib metil spirtinə reaksiya aparıram CH3OH-la və alıram CH3COH. Və proses nəticəsində 15 qram sirkə turşusu alındı. Aydın məsələdir ki, bu sirkə turşusu göydən düşməyibdir. Bunu alması müəyyən qədər CO sərf olunmalıdır. Elə deyilmi? Müəyyən qədər CO sərf olmalıdır. Bura nə deyirəm? X litr deyirəm. Və bu da ki, 1 molun kütləsi 60 qramdır sirkə turşusu. Bunun alması 22,14 lazımdır. Buradan deməli, X-i tapıram uşaqlar. 64 dəfə azalıb 22,14 4-ə bölünəm 5,6.
Bax belə. Uşaq diqqətli olmaq lazımdır. Bundan sonra gəlirəm növbəti suala. Növbəti sualda nə istəyir? 11,5 qram formiat turşusunun alınan qazdır. Hə, burada uşaq hesablamanı burada quracağıq. Buraya yazıram deməli 11,5, buraya yazıram 46. 46-dan 1 mol alınır uşaqlar. 11,5-ə nə deyirəm? 1x deyirəm. Buradan x-i tapıram. Uşaq 46 4 dəfə azalıb. 1-i də 4-ə bölürəm. Hətta elətdə uşaq 46 4 dəfə azalıb. Səhv eləmirəmsə. 46-da 11,5. 1-i 4-ə bəndə 0,25 mol eləyir. Demək ki, bizim 0 tam deməli 25 mol nəyimiz var? CO-muz var. Mən sual verir ki, ondan sən nə qədər sirkə turşusu ala bilərsən? 0,25 moldan bilmirəm nə qədər alınır. Ona bir y qram deyirəm. Aydın məsələdir ki, 1 moldan nə qədər alınacaq? 60 qram. Buradan y-i tapıram. 60-ı 4-ə bölürəm. Uşaq 15 qram. 177-ci sualda. Gələk 178-ci suala. Nə istəyir 178-ci sual? Doymuş alifatik aldehidin 11 qramın oksidləşməsindən. Demək ki, aldehidin oksidləşməsindən nə alıram? Mən turşu alıram da CnH2-nin O2 alıram. Buraya yazıram 11, buraya yazıram 15, buraya yazıram 14-in plus deməli 16, burada yazıram 14-in plus 32. Uşaq, belə tənasüb qrup eni tapa bilərsin. Problem deyil. Amma daha rahat, fərq nə? 14-in plus 16, 14-in plus 32. Fərq burada nə qədərdir? 16 qramdır. 16 qram fərq olanda bizdə deməli nə qədər turşu əmələ gəlir? 14-in plus 32, 15, 11. Fərq nə qədərdir? 4 qramdır. Bəs 4 qram fərq olanda nə qədər turşu əmələ gəlmişdir? 15 qram. Buradan da 14-in plus 32 bərabərdir 60. Əslində turşunun emeri 60-dır. Prost elə belə eni də tapmağa çalışsan, buradan en tapasan 2. Yəni bizim turşumuz sirkə turşusudur. Həqiqətən də bunun emeri 60 turşu alır. Daha belə. Diqqətli olmaq lazımdır. 179 da bunun tamamilə eynisidir. Gəlirəm 180-ci suala. 180-də nə edəcəyik? Bizə doymuş bir əsaslı karbon turşuları veribdir. Şu an molekül hidrogen atomu birində 12-dir, birində A-dır, emirləri biri B-dir, bir də B plus 56-dır. Daha mən sizə alkanlar dərsində belə bir qayda demişdim ki, əgər eyni sinifin nümayəndələrini gördüm, onların arasında bir fərq gördümmü, sənin dərhal beyni və CH2 danq eləməlidir. CH2, bunlar qəbul sual, 4-cü qrupa düşübdür bu suallar, yəni diqqətli olmaq lazımdır. Və CH2 bilirsən ki, bu CH2-nin emeri nə qədərdir? Bu CH2-nin emeri 14 uşaqlar. Əgər bir dənə CH2 qədər fərqlənsə uşaqlar, bunlar 14 qram olacaq. Amma fikir verirsənsə, X Y-dən 56 qram, 56 çoxdur. Deməli, 56-nı edirəm, bölürəm 14-də, bu 4 dənə CH2 fərqi deməkdir. Yəni, X-dəki X Y-dən 4 dənə CH2 qədər çoxdur, qardaş. Və bu nüansa diqqət eləmək lazımdır. Və 4 dənə CH2-də də 4 dənə CH2-də. Şu an neçə hidrogen var? 8 hidrogen var. Qardaş, deməli, burada 12 hidrogen varsa, bunda ondan 8 dənə az olacaqdır. Yəni, olacaq nesə 4. Və buna fikir vermək lazımdır 180-ci sualda. Yəni, durub həngəmə çıxartmaq lazım deyil. Və bir də təkrar edirəm, CH2 qədər fərqlənir. Bir CH2 14 qramdır. 56-nı böldüm 14-də, bu 4 dənə CH2 deməkdir. 4-ü 2-yə vururam 8. Deməli, X ilə Y arasında 8 hidrogen fərqi var. Əgər bu 12 isə, bu da 4 olmalı. Çünki X Y-dən 4 dənə CH2 çoxdur. O belə. Gəlirəm indi buna. Bu da 42-ni bölürəm 14-də, eləyir 3 dənə CH2. 3 dənə CH2. 3 dənə CH2 nə qədər hidrogen var? 6. Deməli, əgər burada 10 hidrogen varsa, bu bundan azdır ya. Deməli, burada nə qədərdir? 16-dır. 181-ci sualda diqqətli olmaq lazımdır. Gələk 182-ci suala. 2 mol sirkə anhidridinin su ilə qarşılıqlı təsirindən. Sirkə anhidridi, deməli, uşaqlar, CH3, COO. Əslində, müasir formular yaza bilərəm, belə də yaza bilərəm. Sirkə anhidridi birisi sirkə tut. Qayda izahına bax, mən YouTube kanalında dərs izahı var. CH3, deməli, budur sirkə anhidridi. Bunu qısa da yazmaq olar əslində qalanda, bax belə. Burada neçə dənə CH3, CO var? 2 dənə. Bir dəqiqə. CH3, CO 2 dənədir. Burada daha doğrusu özür istəyirəm. Karandaş tərsini oxuram. Bax budur. Deməli, CH3, COO 2 dəfə O bir dənə də var. Üzərinə gəlirəm su. Proses nəticəsində 2 mol sirkə turşusu alıram proses nəticəsində. Qayda izahına get bax, uşaqlar. İzah eləmişəm. YouTube kanalı dərs izahlarında var bu karbon turşularının izahı. Bilmirsən, ged öyrən, sonra gəldiyinə. 2 mol sirkə anhidridi. Deməli, qardaş, bunun 1 molundan nə qədər alınır? 2 vur 60, 120 alınırsa, bəs 2 moldan nə qədər alınırdı? X deyirəm, X də bərabərdir. 400 nə idi? 240 alınmalıydı. 240 alınmalıydı. Amma çıxım 100% olsaydı, uşaqlar. Ona görə çıxım 50% olduğunu, 240-ın 50%-ni tapsın. Cavab edəcək 120. 182-ci sualda. Davam elə 183-cü sualına.
0,2 mol sirkə anhidi almaq neçə qram etan turşusu? Qardaş, etan turşusu CH3 COH-dır. Onu 2 mol götürürəm. Get qayda izahına bax bilmirsənsə. P2O5 iştirakında dehidratlaşdırılan molekul daxili. Proses nəticəsində bu gördüyünüz deməli maddə almış olar. Biz bu maddəyə deyirik sirkə anhidridi. Bunu almaq üçün biz 2 mol sirkə turşusu götürürük. Aydın oldu mu? Sirkə turşusunu alırıq nə? Sirkə anhidridi və plus su alınır. Bu belə. Deməli 0,2 mol sirkə anhidridi almaq. Arkadaş, 0,2-ni onlar 80%-dən alıbdılar. 0,2 molu 80%-dən almışsan. Özümə sual verirəm. Bəs 100%-lə nə qədər alardınız? Burada da ixtisar işlər aparıram. Deməli 20-yə bölürəm. Bu 4 eləyir, bu 5 eləyir. 5-i 0,2-yə vururam. Eləyir 1. Biri də bir dəqiqə şu an bir dəqiqə baxaq. Deməli 20-yə böldüm. Bu 4 elədi. Bu da elədi 5. 5-i vuram 0,2-yə. Eləyir 1. 4x bərabərdir. 1x də bərabərdir. Neçə eləyir? 0,25 eləyir deyəsən, səhv eləmirəmsə. 0,25 eləyir. 180. Bu şeydir, yəni x-imiz 0,25 eləyir. Hətta buraya yazıram 0,25. Valla 1 mol almaq üçün mənə nə qədər lazımdır? 120 lazımdırsa, bəs 0,25-ə nə qədər lazımdır? Bu da eləyəcək. 120-ni 4-ə bölürəm də 30 qram eləyəcək. Şu an 183-cü sualda. Keçək növbəti 184-cü suala. Bu da qəbul sualı birinci qrupdur. Ümumi formul CnH2O2-dir. Və burada istənilən doymuş bir əsaslı karbon turşusuna oksigenin sayı həmişə 2-yə bərabərdir. O zaman hidrogenin sayı 10-dur. 2n bərabərdir 10, n də bərabərdir 5. C5, H10O2-dir. Bunun ml-ini istəyir. 5-i vuracaq 12-yə, üstə gələcək 10, üstə gələcək 32-ni. Və belə 60, 10, 70, 102 olacaq 184-cü sualda. Belə 185-ci suala bunun eynisidir. 186-cı suala keçək. Deməli, 100 qram 18-14%-li qarışqa turşusu məhlulu. Əvvəlcə 118,4%-ni tap. 118,4%-ni tap. Edir 18,4 qram. Mənim 18,4 qram şala qarışqa turşusu varımdır. Və qarışqa turşusunda üzərinə mən gəlirəm gümüş bir oksidin amoniakda məhlulunu. Proses nəticəsində 2 dənə gümüş alıram. Bir də karbon qazı su alınır. İzahda var, dərs izahında qeyd eləmişəm niyə belə olduğunu. Uşaqlar, burada nəyə fikir verməlisən? Sənin nə qədər qarışqa turşun var? 18,4. Burada yazıram 46. 46 ilə əgər 232 qram reaksiya girirsə, buna da bir x deyirəm. Və salam. 18,4-ü vururam 232-yə. Onu da bölürəm nəyə? 46-ya uşaqlar. 92,8 elədi. 92,8, 186-cı sualda. 92,8. Gəlirəm 187-ci suala. Doymuş bir əsaslı karbon turşuların ikinci nümayəndə. İkinci nümayəndə C2H4O2-də sirkə turşusudur. Bunun sinflarsiz izomeri sadə efir. Yəni sən C2H4O2-ni həm turşu kimi yaza bilərsən, həm də efir kimi. Efiri bilmirsəniz keçərsin irəlidə. Belə qarışqa turşusunun metil efiri. Üçüncü nümayəndə C3H6 deməli bu getdi. Burada gördüyünüz kimi neslə nədir? Bir dənə izomeri var siniflarası. Amma C3H6 bəs O2-də nətərdir? C3H6O2-də. Burada fikir verirsənsə, sən həm bunu belə yaza bilərsən. CH3, CH2, COH kimi yaza bilərsən. Və yaxud da ki, tərkibində 3 dənə karbon olan deməli mürəkkəb efir. Ya sən bunu belə yazarsan, HCOO, C2H5. Yəni, etil spirtinin belə deyək də qarışqa turşusuna əməliyyat etdiyi efir. Və yaxud da ki, bunu belə də yaza bilərsən. Etan turşusunun, yəni sirkə turşusunun metil spirti ilə. CH3, COO, CH3. Bu belə. Yəni 2 dənə versiya var da. Ya yazarsan qarışqa turşusu plus etil spirti, yaxud da ki, sirkə turşusu plus metil spirti. Çünki mürəkkəb efiri biz belə alırıq. 187-də uşaqlar bir dənədir, 188-də isə 2 dənədir. Diqqətli olaq. Gələk 189-cu suala görə 189-dan eynəyəcəyik. 23 qram qarışqa turşusunun gümüş piroksidin amoniakda məhlulu qarşıdası neçə qram? Alınan qazın həcmini istəyir. Qarışqa turşusu HCOH-dır. Onun üzərinə biz gümüş piroksidin amoniakda məhlulunu gəlir. Proses nəticəsində 2 dənə gümüş alınır. Bir də karbon qazı və su alınır. Yəni qaz burada karbon qazıdır. Buraya yazıram 23, buraya yazıram x litr, buraya yazıram 46, buraya 1 moluna seçər, normal şərtdə 23,4 litr. Buradan x-i tapırsan 11,2. 46 2 dəfə azalıbdır uşaqlar. Gəlirəm 190-cı suala.
Deyək ki, xlor 2-nin reaksiyası CH3OH-la. CH3COH üzərinə gəlinsin, deməli, üzərinə gəlsin xlor 2. Bilirsiniz ki, burada hidrogen əvəzlənir. CH2 xlor COH plus H xlor. Arkadaşlar, reaksiyan alınan monoxlor sirkə turşusu və H xlorun kütlə fərqi 34,8-dir. Bax, qardaş, bunun emeri neçədir? Veribdir sən aşağıda. 94,5-dir. Bunun emeri neçədir? 36,5-dir. Bunların fərqi nə qədərdir? 94,5-dən 36,5-i çıx. Elir 58. Bunlar arasında nə qədər fərq var? 58 qram nə var? Fərq var. 58 qram fərq olanda nə qədər sirkə turşusu reaksiya daxil oldu? 60 qram. Bu da deyir ki, 34,8 qram fərq var. Buna da bir x deyirəm. X-i də buradan tapıram. Deməli, görə neçə edəcək? 34,8. Bu hesablama məsələsindən mən biraz xoşum gəlmir. 36 uşaqlar. 36 elə 190 sualda. Gələk 191-ci sual. 191-ci sual uşaqlar 4-cü qrupların qəbul imtahanlarında istifadə olunmuşdur. Doymuş aldehidin oksidləşməsindən alınan turşunun tam neytrallaşmasına sıxlığı 1,25 qram bölü milli olan 16 milli 20% natrium OH məhlulu sərf olunmuşdur. Aldehidin moleküldəki atomların ümumi sayını tapın. Qardaş, birinci növbədə biz aldehid, məsələn, tutalım HCOH götürürəm. Oksidləşən zaman nəyə çevrilir? Çevrilir HCOH-a da, turşuya çevrilir. Və istənilən turşuda bilirsiniz, doymuş bir əsaslı karbon turşusunun 1 molu 1 mol natrium OH-lar reaksiya edir. Yəni, buradan OH, buradan H çıxır və alınır HCOO, natrium, bir də su. Ondan mən bunu düsturla yazıram. CN, H2NO aldehiddir. Ondan alıram CN, H2NO2 və istənilən də doymuş bir əsaslı karbon turşusunun 1 molu 1 mol natrium OH və nə alıb prosesin nəticəsində duz və su. Mən yuxarıda üçün nümunə olaraq yazıram. Məsələn, qarışqa aldehidi, qarışqa turşusu 1 mol natrium OH, duz və su. Qarışqa bizə verib də aldehidi 7,2 qram. Elə deyilmi? Və fikir verirsinizsə, natrium OH məhlulunun natrium OH, bu bir sizə fikir verir. Natrium OH məhlulunun sıxlığını veribdir sənə. Natrium OH məhlulunun sıxlığını veribdir sənə. Plus natrium OH məhlulunun həcmini veribdir sənə. Sən dərhal buradan rho bərabərdir M bölü V üstünə M-i tapanda rho-yu V-yə vurursan. 1,25-i vur 16 eləcə 20 qram. Yəni, sənin natrium OH məhlulunun kütləsi 20 qramdır. 20 qram 20%li sənin natrium OH məhlulun var uşaqlar. 20% nə qədər? 20 vurulsun, 20 bölünsün 100. Bərabərdir 4 qram. Yəni, sənin burada 4 qram natrium OH-ın var. Bəs salam. Gətir qoy bura 4 qramı. Və natrium OH-ın 1 mol nə qədər? Bunun emerini tap 23, 16, 39, o da 40. Bunun 1 molu 40 qramdır. Ayşalar, burada fərqi yoxdur. İstəyirsən denən, məsələn, atıram da 40 qram almaq üçün mənə 1 mol lazımsa 4 qrama 0,10 bölür, sonra keç bu tərəfə. Gör, nə fərqi var ki? Yəni, olsa birbaşa tənasübü burada. Deməli, buraya yazılan 14M plus 30, daha doğrusu 14M plus 16 idi bunun emeri. 12N, o da 2N, 14M plus 16. Belə rahatça tənasüb bir işdə də burada. Yəni, ehtiyac yoxdur. Onsuz da bilirəm, deyərsən, müəllim, buna da birbaşa eləyəcək. Yaxşı, 40 qram almaq üçün bundan 1 mol sərf olunursa, 4-ü almaq üçün bundan nə qədər olmaz? 0,1 olmalıdır. Yaxşı, belə eləyəcək. Tənasüb burada ürəyində qalırsa. Buradan da 14M plus 16 bərabərdir 72 eləyir. Buradan 72-dən 56, o da M bərabərdir 4 eləyir. Deməli, mənim aldehidim C4H8 odur uşaqlar. Bunda molekul atomların cəmin istəyir. 12, o da bir 13 eləyəcək. Testimizin cavabı 191-də. 192-ci sual bu sualın tamamilə eynisidir. Gələk 193-cü suala. Görə 193-dən eləyir. 193-cü sual 2025-ci il 1-ci cəhd 1-ci qrupa düşübdür. Deməli, C36H74-dür. Biz bilirik ki, alkanlar oksidləşən zaman bizə nə verirdi? Katatik oksidləşən zaman bizə karbon turşuları verir. Doymuş bir əsasları. Burada karbon neçə dənədir? 36 dənə. Böl 2-yə, elə də 18. 18-in bir dənəsi karboksi qrupundadır. 17 dənəsi də radikaldadır. CNH2 plus 1 də, bura 17 isə, bura 35 olmalıdır. Bir də su aldı. Bu hansı turşudur? Stiarin. Butan oksidləşməsindən. Butan oksidləşən zaman tərkibində bir dənə karbon turşusu kimdir uşaqlar? Qarışqa turşusu. Bir adı nə verib? Təbii qarışqa veribdir. Metan turşusu da deyə bilərlər. Formiat turşusu da deyə bilərlər. Bunu ikiyə bölürəm. Tərkibində 2 dənə karbon turşusu kimdir? Sirkə turşusudur. Yəni etan turşusu. Cavabımız olacaq A variantı. Gələk.
Qarışqa turşusu birisi də aldehid qrupu olduğuna görə o həm gümüş güclüyü, həm də mis su H2 oksidaşma reduksiya reaksiyasına daxil olur. Mis 2O su, bir də karbon qazanı. Bunlar hamısı qeyri-üzvü maddədir uşaqlar. Hamısı qeyri-üzvü maddədir. Ona görə burada heç birinə uyğun getməyəcək. Bu gördüyünüz ikinci maddə tanınmış bir reaksiyadır uşaqlar. İzopropil benzoldur bu maddə. İzopropil benzol da oksidləşən zaman get ketonlar dərsinə bax, ya fenollar dərsinə bax. Proses nəticəsində bir fenol alınırdı, əgər yadınızda qalıbsa, C6H5OH. Bir də alınırdı deməli keton uşaqlar. Aydın oldu mu? Fenol və keton alınırdı. Bura gedəcək. Alkinlərin hidratlaşması. Asetlenin üzərinə su gələn zaman civə 2 müsbət duzdan iştirakı ilə asetlenlə aldehid qalanlarından keton alınır, əgər yadınızda qalıbdırsa. Doymuş aldehid. Bu bura gedəcək. Natrium alfa. Bu metanol laborator alınma təminidir. Proses nəticəsində natrium 2CO3 alınır, əgər yadında qalıbsa. Milyon dəfə demişik buna. Bir də CH4 alınmış olar. Fikir ver. Həm üzvü, həm də qeyri-üzvü maddə alınır. Bu qeyri-üzvü maddə, bu da üzvü maddədir. Mən bura getdi. Demişdik də uşaqlar, asetlendən aldehid qalanlarından keton alınır. Tərkibində 3 dənə karbon olan ketonumuz da kimdir? Asetondur. Keton alınanda uşaq Y olacaq. O belə gözəl bir sual. Gələk növbəti 195-ci suala. 195-də görək nə edəcəyik. Deməli 195-də deyir ki, birinizdə aldehid plus hidrogen bilirsiniz ki, bizə spirt verir də, CH3 var. Yalnız üzvü maddədir uşaqlar. Yalnız üzvü maddədir. Yəni burada belə bir cavab varmı? Heç birinə getmir bu. Aldehid də deyil, turşu da deyil. Hüsn. Bu getdi. Etil spirti bakteriyanın iştirakı ilə birisi sirkə turşusuna oksidləşir. Doymuş bir əsas karbon turşusudur. Sirkə turşusu zəif turşu olur, sulfaton duzundan çıxarır. CH3, COH, bir də natrium sulfat alınır. Uşaqlar fikir verin. Burada bir dənə üzvü maddə, bir dənə qeyri-üzvü maddə, amma burada doymuş bir turşu alınır da. Gəlirəm buna. Aldehidlər mis su ilə oksidləşən zaman alınır mis, su, bir də uşaqlar birli spirtlər mis su ilə oksidləşən zaman aldehidlərə çevrilir. Burada fikir və həm üzvü, həm də qeyri-üzvü maddələr alınır. Ona görə bu da aldehid alınır mı? Alınır. Bu aldehiddir də. Bura gedəcək. Ən nəhayət sonuncu, deməli qarışqa turşusu onların duzları, deməli gümüş güclü reaksiyasına mis su H2 oksidləşmə reaksiyalarına daxil olur. Və bir də nə alınır burada? Natrium hidrokarbonat alınır uşaqlar. Oksigen tullusuna tərəfə. Natrium HCO3. Burada yalnız qeyri-üzvü maddələrdir uşaqlar. Bu da olacaq Y. Deməli 1-ə getdi Y, 2-yə getdi BC, 3-ə də getdi B. O belə. Davam eləyək 196-cı sualda görək nədən söhbət gedir. Bizə nə veribdir uşaqlar? Natrium OH ilə qızdırıqda metan alınır. Qardaş, natrium OH ilə qızdıranda metan alınan natrium asetatdır. Zaten alkanada bunu milyon dəfə demişik. Alınır deməli natrium 2CO3, bir də metan alınır. Burada hidrogen pulla bura alınır CH4. Mis OH-də göy rəngli məhlul əmələ. Göy rəngli məhlul əmələ gətirən bu çox atomlu spirtlərdir. Əgər yadınızda qalıbsa, etilen glikolan, gliserin mis OH ilə təyin olunurdu. Orada demişdik, göy rəngli məhlul verir. Get oxu çox atomlu spirtləri. 2 mol su çıxırdı buradan, bir də CH2O, CH2O, bir də mis. Bunlara diqqət etmək lazımdır. Gliserin də eyni qayda ilə. Gliserin də bilirsən ki, o da çox atomlu spirtdir. O da eyni şəkildə deməli mis OH2 ilə təyin olunur. Qaydada qeyd olunub uşaqlar. Qaydada biz bunu bir neçə dəfə demişik əslində qalanda. Və belə. Buradan OH, buradan OH, buradan OH, buradan OH. Və belə. Və uşaqlar deməli metan alınırsa natrium asetatdır. B variantı. Çünki maddə natrium asetatdır. Etilen glikolla B ilə, C ilə Y onlar təyin olunur və gümüş bloksun amoniyakla turşu əməliyyatlarında aşağılar. Bu nədir onun adı? Natrium formiat. Natrium formiatın üzərinə biz gümüş bir oksidin amoniyakda məhlulu gələn zaman əmələ gəlir 2 dənə gümüş, bir də oksigen tulla bura, natrium HCO3 var. Diqqətli olmaq lazımdır. Gözəl bir su al. Belə uşaqlar, gəldi bu videonun sonuna çatdıq. Sağ olun, salamat qalın. Növbəti video görüşmək ümidi ilə.